Prezident İlham Əliyev İmişlidə Promalt Məhdud Məsuliyyəti Cəmiyyətinin arpa emalı müəssisəsinin açılışında iştirak etdi. Müəssisədə pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul malt istehsal olunacaq. İsveçrənin Bühler GmbH şirkətinin müasir texnologiyası əsasında hazırlanmış avadanlıqla təchiz olunan və emal prosesi tam avtomatlaşdırılan müəssisədə ildə 11 min ton arpa istehsal ediləcək. Müəssisənin investisiya dəyəri 33,2 milyon manatdır. Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, Azərşəkər Məhdud Məsuliyyəti Cəmiyyəti və Azərsun Holding Məhdud Məsuliyyəti Cəmiyyətinin tərəfdaşlığı əsasında həyata keçirilən layihəyə dövlətin investisiya təşviqi mexanizmi çərçivəsində vergi və gömrük güzəştləri ilə dəstək göstərilib. Carlsberg Azərbaycan pivə zavodunda da xammal satışı həyata keçirən müəssisə Cənubi Qafqazda pivəlik arpa səmənəsinin emalı üzrə ixtisaslaşmış ilk müasir istehsal obyektidir. Layihə regionda aqrar sənaye inteqrasiyasını gücləndirməklə yanaşı texnoloji modernləşmə, daxili bazarın dayanıqlı xammal təminatı, istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada 47 nəfər işlə təmin olunacaq.